Günaydın Azərbaycan söyləyir və Mikail Güləddinoğlu hər həftənin şənbə və bazar günü olduğu kimi bu bazar günü də başqa ahəngdəyik, başqa ab-havadayıq. Çünki elə birbaşa mətbəxdən başlamağım əbəs yerə deyil. Dünəndən o Azərbaycan filmində bizim dəyərli aktyorlarımızdan biri söyləyir. Vəs Bakı səndən danışır. Bütün Bakı səndən danışır. Bütün Azərbaycan səndən danışır dünənki istedadından sonra. Təşəkkür edirəm hamınıza, sağ olun. Var olun ki, belə bir, nə bilim, cavab verə bilmirəm gələn yorumlara, zəhlərə. Sən canı nə yazırlar sənə? Vallahi heç deyim ki, bəlkə nə qədər 3 gün otursan onu oxusan çatmaq. Yəni cavab yazsan çatmaq. Sən indi ARB-nin əzəmətini, baxışını görürsənmi? Bəli, mən onu əvvəldən görmüşdüm. ARB kanalına təşəkkür edirəm, bütün heyətinə təşəkkür edirəm. Və bizi izləyən tamaşaçıların hamısını salamlayıram. Gününüz uğurlu olsun, həmişə izləyin. Günaydın Azərbaycan verilişi, gözəl təamlar, yeməklər bişiririk Natiq Usta ilə qardaşımla birlikdə və biri-birindən gözəl müğənnilər. Əlbəttə ki, Günaydın Azərbaycan. Bəli, bugün də Günaydın Azərbaycanda çox dəyərli qonaqlarımız var. Natiq, sabahın xeyir olsun. Hər şey əladır. Qardaşınla fəxr edirsən bu istedadıyla. Sabahın xeyir olsun. Yemək pişirməyi ilə demirəm. Əlbəttə, mən Seymur O meyxana deməklə, oxumağı ilə. Keçən belə dedim ki, Seymur Usta mənim dostumdur, həm də qardaşımdır. Bu gün də ondan mən fəxr edirəm, həqiqətən fəxr edirəm, Allah. Sağ olsun, Allah canı sağ eləsin, Allah sizə var eləsin ki, belə gözəl veriliş yaratmışsınız, dəyərli verilişdir. Bütün hər bir kəs bu verilişi izləyir, baxır, sağ olsunlar. Bütün günaydın verilişinə baxan hər bir kəs salamlayıram. Sağ olsunlar, var olsunlar, izləsinlər. Gözəl, maraqlı verilişlər var burada. Əlbəttə ki, buna şübhə ola bilməz. Bugün nə hazırlayırsınız? Bugün hazırlayacağım yeməyimiz. Bu bildirçindir də. Bildirçindir, bəli, bildirçin hazırlayacağım bugünlərim. Nar soğandan. Nar soğanla. Nar soğandan bildirçin. Ay Seymur, sən nə hazırlayırsan? Mən də söz vermişdim verilişlərin birində yenə də ləvəngi hazırlayacağam. Amma toyuqdan bugün. Hə, bu dəfə toyuqdan. Keçən dəfə nə idi? Kütün balığından hazırlamışdım. Keçən dəfə kütündən idi. Bugün də toyuqla. Bəli, evdə hazırlaya bilərlər, baxsınlar, görsünlər biz necə hazırlayırıq onu və onu yemək istəyənlər bu yeməkləri, gözəl dadlı yeməkləri Beyləqan Aləvi restoranımızda hər kəsin yolunu gözləyirik. Bəli, hazırlayacaqsan 070-221-1013 nömrəsi ilə də əlaqə saxlayacaqlar öncədən rezerv etmək üçün. Belə deyək, bu məkanda mən bir daha çox dəyərli bizim mənim həmkarım və çox hörmət etdiyim Xoşqədəm Hidayət qızını salamlayıram. Çünki bu məkan Xoşqədəm Hidayət qızı 3 ildən çox bu verilişdə, bu layihədə aparıcı qismində olub və eyni zamanda onun ömürgün yoldaşı Doğuş bəyi də mən salamlayıram. İndi deyəcəm, salamlamağın da xüsusi özəl bir tərəfini deyəcəm. Amma Doğuş bəyin mahnılarından bilirsən. Sən istedad.